Biz Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Savxozu adlanan ərazidəyik. Yağan yağışlar bu ərazidə yaşayan sakinlər üçün ciddi problem yaradır. Belə ki, yağış suları onların evlərinə daxil olur, küçələri bu cür keçilməz vəziyyətdədir. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara, bələdiyyəyə müraciət etsələr də məsələ hələ də həlli yolunu tapmayıb. Nəyə görə vətəndaşların dəfələrlə müraciətinə ciddi yanaşılmayıb? Bu vəziyyət nə vaxta qədər davam edəcək? Biz bununla bağlı aidiyyəti qurumlara müraciət edib onların fikirlərini öyrənməyə çalışacağıq. Abdeyev nədir? Bu problem nə vaxtdan başlayır? Problem nə vaxtdan başlayıb? Problem yağışlar başlayıb. Su, bütün qonşuların evləri hamısı suyun içindədir. Sabah qonşu qadın işə gedə bilmir. Saposka ilə getdi, çapıq rezin çəkmə geymişdi ərinə. Bütün qonşuların evləri suyun içindədir. Məktəb 296 nömrəli məktəb dəqiq suyun içindədir. Bu neçə gündür məktəb işləmir düzəlməli. Uşaqlar getmirlər məktəbə. Bu savxozun ərazisidir, yəni maldarlıq südçülük savxozudur. Belə olmamışdı heç. İndi o tualetlərin suyu uzadı, rəngindən bilinir ki, nədir? Burada evin içindən üfunət iyi gəlir. Padval 1 metrə kimi suyun içindədir. Ha, belə olmaz axı. Buna bir əncam çəksinlər, belə yaşamaq olar. Nurcel'in vallahi pis çıkmasın. Adam da diyebilmir ki. Kime diyesin? Bak, yazık. Gece işten gelip kızım bir de çekilin. Çekil koy baksın kızlar. Bana bakın anam. Bak işten gelip yazık. Gece işleyir köre de oldu. Bak gör ne günlerdi. Çok pis de vaziyet. Vallahi andolsun Allah. Bize yazık gelen yok. Özdeki təmiz sudur. Bu da baba üzür göydə, üzür istəyir. Nəzin istəyir? Siz müraciət etdiniz, aidiyyəti qurumlar ümumiyyətlə yəni məsələ həllini yolunu tapmasa belə də gəlib baxmayıblar. Heç baxmayıblar. Anam qurban olum sənə. Mənə 74 yaşım var, baxmayıblar. Əraziyə baxıb belə keçirtməyiblər. Keçmiş olsun. Gəlib demir ki, nə təridir, nə bilim belədir. Yazıq tək qadındır, Allah. Qurut suların çəkilməyi üçün 2 dənə motor var. O motorlar işləmir. Ona görə də bu çəkilir. Bildirmisiniz aidiyyəti qurumlara? Abi hamısı bilir, qurban olum sənə. Bu bir gizli şey deyil, bir ayda belədir. Hamı bilir. İcra da bilir, fövqəladə də bilir, bələdiyyə də bilir. Bələdiyyə hər aya pul verir, biz. Andolsun Allah, gedirsən bir spravka alırsan, ödəyər yox. Ha, belə olmur axı. Biz yaranmış məsələ ilə bağlı Sabunçu rayonu Ramana bələdiyyəsinə yaxınlaşdıq. Sədr yerində olmadığı üçün məcburən telefon əlaqəsi yaratdıq və telefonda bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumların məlumatı var. Çox güman ki, məsələ həlli öz yolunu tapacaq.